Salam əziz şahmatçılar. Bugün mən sizə Almaniya şahmat Bundesliqasından Dinşul Volmar Yesipenko Andrey maçını göstərmək istəyirəm. Oyuna başlamaqdan öncə mən oyuncular barəsində qısa məlumat vermək istəyərdim. Dinşul Volmar Almaniya Şahmat Federasiyasının təmsil edir və beynəlxalq əmsalı 2379-dur. Yesipenko Andrey isə Rusiya Şahmat Federasiyasını təmsil edir və onun beynəlxalq əmsalı 2699-dur. Gəlin oyuna başlayaq. Oyun D4 gedişi ilə başlandı. Qaralar at F6 oynadı. Qaraların at F6 gedişi dərhal mərkəzdəki Y4 və D5 xanalarını nəzarət altına alır. Ağlar C4 oynadı. C4 gedişindən sonra da ağlar mərkəzdəki D5 xanasını nəzarət altına aldı. Qaralar Y6 oynadı. Bu gedişlə qaralar F8-dəki filinə yol açdı. Ola bilsin B4-ə, ola bilsin E7-yə və bundan əlavə qaralar D5 xanasını da nəzarət altına aldı. Ağlar bu vəziyyətdə at F3 oynadı. İnkişaf gedişidir və qaralar D5 oynadı. Gördüyünüz kimi D5-dən sonra ola bilsin ki qaralar DC oynamışsın. Yəni piyadanı udmaq niyyəti var. Ağlar burada Y3 oynadı. C4-dəki piyadasını qorudu, amma öz qara xanalı filinin qarşısını kəsdi. Görünür ki, ağların bu cəbərdəki fil üçün başqa bir planı var. Qaralar fil E7 oynadı. Fili inkişaf etdi və qala qurmanı hazırlayır. Və öncə dediyim kimi ağların cəbirdəki fili üçün başqa bir yer var hazırladığı və burada B3 oynadı. B3-dən sonra ağlar filini B2 xanasına inkişaf etdirəcəkdir. Qaralar qala qurdu və ağlar fil B2 oynadı. Gördüyümüz kimi qaralar şah cinahının bütün figurlarını inkişaf etdirdi. Qala quruldu, at çıxdı, fil çıxdı. İndi isə vəzir cinahının figurlarını inkişaf etdirmək lazımdır. Yəni, özəlliklə C8-dəki filə diqqət edin. Bu C8-dəki fil məhdudlaşdırılmışdır. Yəni, bu diaqonaldan piyada qarşısında var. Digər diaqonalda isə B7-dəki piyada qarşısında var. Və qaralar burada onun üçün B6 oynadı. Qaralar B6 oynayandan sonra filini B7-yə gəlib və A1 və A8 H1 diaqonalında filini yerləşdirmək planlayır. Ağlar burada C-də oynadı. Bu gediş çox maraqlı bir gedişdir. Bu gedişdən sonra qaralar seçim qarşısındadır. Əgər qaralar burada E-də vurarsa, o zaman qaraların filinin B7-yə, yəni böyük bir diaqonala çıxmaq fikri artıq o qədər güclü olmayacaq. Çünki fil B7-yə çıxdıqdan sonra gördüyünüz kimi D5-dəki piyadaya baxacaqdır. Öz piyadasına və məhdud olacaqdır. Əgər qaralar burada at D5 və ya vəzir D5 oynarsa, o zaman qaraların mərkəzdəki heç bir piyadası qalmırdı. Baxaq.
Yesipenko Andrey burada nə qərar verdi? Qaralar burada at vurur D5 qərarını verdi. Bununla biz görürük ki, qaralar öz figurlarına aktifliyi daha üstün tutur. Nəinki piyadanı mərkəzdə tutmağa. Ağlar burada fil D3 oynadı. Qaralar fil B7. Bəli. Gördüyünüz kimi, yəni bu filin qarşısı atla bağlıdır. Yəni at F6-ya gedə bilər, at B4-ə gedə bilər. Yəni irəliyən zamanda və bununla da filin yolu, yəni B7-dəki filin yolu dərhal açılacaqdır. Ağlar burada qala qurdu, qaralar isə atını inkişaf etdirdi. At D7. Qaralar vəzir cinahında oyununa başlamaya hazırdır. Qaralar və ağlar at B2 oynayandan sonra C5 gedişi oynanıldı. C5 gedişinin mənası nədir? C5 gedişinin mənası, yəni ağların mərkəzdəki piyadasını dəyişməkdir. Deməli, ağlar burada vəzir B1 oynadı. Çox maraqlı bir gedişdir. Vəzirlə fil işbirliyi qurur və bu işbirliyinə biz batareya deyirik. Hal-hazırda H7-dəki piyada zərbə altında və qaralar burada H6 oynayır. H6 oynadıqdan sonra ağlar top D1 oynadı. Bəli, mən elə görürəm ki, ağlar elə bir ki, rəqibi uzaqdan idarə etməyə çalışır. Əgər siz baxsaz, görərsiniz ki, fil J7-yə baxır uzaqdan. Qaraların deməli şah cinahına, digər fillə vəzir, onlar H7 xanasına baxırlar. Və biraz daha önə baxsaq, görəcəyik ki, top D xəttindən, yəni uzaqdan qaraların vəziri ilə bir xəttədir. Qaralar öz planına davam edir. C-də vurur. Mərkəzi piyadasını dəyişdi. At vurur D4 və gördüyümüz kimi, yəni at D4-dən sonra Y5 və C5 xanaları artıq ağların nəzarətində deyil və qaralar burada at C5 oynadı. Mən düşünürəm ki, qaralar öz debüt problemlərini həll etmişlər və oyun yavaş-yavaş oyun ortasına keçir. Bu vəziyyətdə ağların qarşısında belə bir seçim var. Fili hara qaçım? Nəyə görə fili? Çünki burada AC5-dən sonra qaralar mövqeyi bir təhlükə yaratdı. Qaralar ağların D3-dəki filini vurmaq istəyir və iki filə sahib olmaq istəyir. Ağlar burada fil F1 də oynaya bilərdi və fil F1 gedişi çox güvənli bir gediş idi və fil F1 gedişindən sonra oyun hələ də davam edəcəkdi. Amma onun yerinə ağlar burada biraz səbirsiz davrandı və fil H7 şah gəldi. Şah H8-ə isə ağlar burada at E4 gedişi oynadı. İlk baxışdan elə bir təəssürat yaranır ki, ağlar aktivdir, ağlar oyunu qurmaya bacardı
Bəli, əgər məsələ qaralar burada at Y4 vurarsa, o zaman fil vurur Y4 olacaq. Fil Y4 xanasına geri gələcək və yenə də qaraların vəziyyətinə təzyiq göstərə bilər. Yəni, təbii ki, burada şah H7 də oynamaq olmaz. Çünki şah H7 gedişindən sonra at F6 şah, ikili şah, iki qat şah və şah H8-ə vəzir H7 mat var. Bunların hamısını Rusiyalı böyük usta görürdü əlbəttə ki və at Y4 gedişindən sonra çox güclü bir gediş hazırladı. Əziz tamaşaçılar, siz əgər bu gedişi tapmaq istəyirsinizsə, videomuzu pauzaya qoyub və düşünə bilərsiniz. Və ondan sonra isə videonu davam etdirib cavabına baxa bilərsiniz. Bu vəziyyətdə qaralar çox güclü bir gediş oynadı. Bu gediş sakit bir gedişdir. Bu gediş vəzir Y8'dir. Vəzir Y8 gedişinin mənası nədir? Məsələ, vəzir Y8 gedişindən sonra qaralar F5 hazırladı və F5 gəldikdən sonra da J6 xanasını nəzarət altında saxlayacaqdır. Gəlin baxaq, burada ağlar at J3 oynadı və qaralar F5 oynadı. Mən sizə öncə söylədiyim kimi qara vəzir Y8-dən J6 xanasını nəzarət altında tutur. Yəni fil J6-ya, vəzir J6 olacaq. Yaxşı, bəs ağlar öz filini necə xilas edəcək? Məsələ, burada ola bilsin ki, ağlar üçün fil F5 gedişi də ən doğru gedişi idi. Fili 2 piyadaya verib və oyunu belə davam etdirmək olardı. Adda F5, EF, adda F5 və fil F6 və belə bir oyun belə bir şəkildə davam edə bilərdi. Bunun yerinə ağlar B4 gedişini oynadı və gördüyümüz kimi ağlar istəyir ki, qaralar atla vursun və atı mərkəzdən uzaqlaşdırsın. Qaralar isə burada bu vəziyyətdə ən dəqiq gediş oynayır. Bu vəziyyətdə ən dəqiq gediş at A4 gedişidir. At A4 gedişindən sonra ağlar at Y6 oynadı. Müdafiəsiz piyadanı aldı. Amma qaralar burada at B2 gedişinə hazırlamışdı. Və biz indi görürük ki, əgər at B2-dən sonra ağlar vəzir B2 vurursa, o zaman qaralar bax belə güclü bir gedişlə ağların atını udacaq. Və ona görə ağlar burada at B2 vurmadı. Ağlar at F8 oynadı. Gördüyünüz kimi vəziyyət mürəkkəbdir. Burada hesablamaq lazımdır. Burada dəqiq olmaq lazımdır. Amma Andrey Yesipenko bu oyunda çox yüksək ustalıq göstərir və soyuqqanlı bir şəkildə bu qarışıq vəziyyətdən rahat bir şəkildə uduş və əlverişli oyuna sahib çıxır. Ağlar burada at D1 oynadı. Qaralar at D1 oynadı.
at D1-dən sonra biz görürük ki, əgər vəzir vursa D1 olursa, o zaman fil F8 də olur. O zaman vəzir F8 də vura bilərlər. Ya fillə, ya vəzirlə və bununla da bir figur üstün qalacaqlar. Qaralar. At F8, at D1 və ağlar burada fil F5 oynadı. Məncə ağlar, yəni ağ xanalı filini H7-dən geri gətirib və ağ xanalarla bəlkə qarşılıqlı bir oyun yaratmağa planlaşdırır. Qaralar at C3 oynadı. Atı templə vəzirə hücum edərək geri qaytarır. Ağlar isə burada at C6 oynadı. Ağların da bir fikirləri var, bəzi fikirləri var. Yəni gördüyünüz kimi burada diqqətli olmaq lazımdır. Əgər məsələn şah J8 olsa, şah J8 çox pis gedişdir. Fil F5 şah ola bilər və şah H7-dən sonra hətta burada qaralar özləri də mat ola bilər. Görürsünüz, ağ xanalı strategiya uğur gətirdi ağlara. Amma şah G8-in yerinə qaralar da sürpriz gediş hazırlamışdı və vəzirlə vurdular J6-ya. Vəzir vurur J6 gedişindən sonra ağlar fil J6 vursa, qaralar at D1 və top B1 gedişlərindən sonra gördüyünüz kimi material qazancları əldə edib və bir yüngül figur, yəni bir fil irəlidədir. Bu vəziyyətdə ağlar oyunu davam etdirmədi və təslim oldu. Təşəkkür edirəm hər kəsə diqqətiniz üçün. Gələn görüşlərədək.